Belə, burada biz nə görə bilərik? Burada belə bir yuxarı bir tendensiya görə bilərik. Buradan isə əməliyyat açmaq olar. Hara? Əlbəttə ki, aşağı dostlar. 2 dəqiqəlik aşağı əməliyyat açıram. Yuxarıda mən sığorta etmək üçün yerim var. Buradan nəyə görə aşağı açdım dostlar? Çünki mən gözləyirdim ki, hal-hazırda belə bir fiqurdan sonra bizdə aşağı gedişat olacaq. Hal-hazırda görək əməliyyat necə bağlanacaq? Əgər minusla olarsa dostlar, həmən minusu sığortalamaq üçün görək hansı variantlara əl atırıq. Gözləyə görək əməliyyatın sonu necə yekunlaşacaq. 44 saniyəmiz qalıb. Görürük ki, qiymət o qədər də uzaqlaşmayıb bizim sahəmizdən. Hal-hazırda əməliyyat minusdadır uşaqlar. Nəyə görə? Çünki biz qırılma üçün girdik, amma qiymət hələ ki burada biraz da oynamaq istəyir və görürük ki, bizdə tendensiya yuxarı qalxdığı kimi buradan yenə də əməliyyat biraz yuxarı qalxdı. Mən gözləyirdim ki, dostlar, belə bir gedişatdan sonra balaca bir qırılma olacaq və burada M hərfi əmələ gələcək. Amma görürük ki, yox, bazar başqa cür fikirləşir və başqa cür situasiyadan istifadə edir. Hal-hazırda burada bizim əməliyyatımız minusla bağlanacaq. Keçək biz başqa bir valyutaya görək. Başqa bir valyutada nə var? Çünki burada hələ ki əməliyyat açmaq üçün bir situasiya görmürəm mən. Keçək görək Goldda nə var, nə yox dostlar. Goldda piklər görə bilərik və buradan görürük ki, qiymət aşağı intensiv olaraq gəlmək istəyir. Buradan isə 2 dəqiqəlik mən aşağı əməliyyat açıram. Görürsünüzmü? Əməliyyat açdığım müddətdə qiymət biraz da aşağı vurdu və istədiyim tam olaraq yerdə aça bilmədim. Amma dostlar, 2 dəqiqə müddətimiz var və görək 2 dəqiqə müddətində nə baş verəcək? Dostlar, burada bildiyiniz kimi, yəni hayza gedər, o yana gedər, bu yana gedər deyə bir şey yoxdur. Yəni analitika aparılır. Bəxtəbəxt bəlkə də biz açsaq daha çox bəxtimiz gətirər, amma bəxtəbəxt açmırıq. Çünki baxın, burada maksimumlar var və burada da bir maksimum var. Həmən maksimuma görə mən əməliyyatı aşağı açmışam. Düşünürəm ki, dostlar, buradakı situasiya burada da baş verəcək və qiymət aşağı gedəcək. Amma görürük ki, burada hələ ki flat ola bilər. Məsəl üçün qiymət burada biraz da oynaya bilər. Məsəl üçün burada problem yoxdur. Baxın, burada gözəl bir situasiya var. Burada mən yenə də əməliyyat açıram dostlar. Nəyə görə? Çünki burada qiymət aşağı gedəcək. Burada qiymət aşağı gedəcək və aşağıdakı əməliyyatlarımız da plusa apara bilər. Qiymətin burada belə dayanmağına baxmayın dostlar. Çünki burada fiqurumuz var və bu fiqur işə yaramalıdır. Ona görə də uşaqlar yuxarıdan da əməliyyat açıram və daha çox götürmək istəyirəm bazardan. Görək əməliyyatın sonu necə yekunlaşacaq dostlar. Biz buradan bir trend xətti ata bilərik. Çünki mənim əməliyyatlardan birinci əməliyyatlar riskə atılır uşaqlar və burada atılan əməliyyat riskə atılmış əməliyyatlar idi. Riskə atılan əməliyyatın minusa getməyinin mənə heç bir aidiyyəti yoxdur. Çünki nəyə görə dostlar? Riskə atılan əməliyyat ona görə atılır ki, birdən qiymət istədiyimiz yerə gəlib çatmayıb da qayıda bilər. Ona görə biz riskə atırıq ki, birdən qayıtsa həmən situasiyanı qaçırtmayaq. Burada dostlar görürük ki, pik var və burada da eyni pik var. Ona görə də tam olaraq pikdən nəyə görə deyirəm? Baxın, birinci əməliyyat nəyə görə risk atılıb? Uşaqlar, baxın, burada belə bir situasiya var. Baxın, trend xəttini biz atanda bunu sizə mən burada təsdiq edəcəm ki, nəyə görə birinci əməliyyatın riskə atıldığını mən deyirəm. Baxın, burada biz xətt atanda uşaqlar, görürsünüzmü? Xətti paralel çəkəndə biz görürük ki, dostlar, tam olaraq açılacaq yer bax bura idi. Yəni bax buradan biz tam olaraq əməliyyatı açmalıydıq. Hal-hazırda biz açdıq və plusumuzu əldə elədik. Dostlar, burada yenə də aşağı əməliyyat açmaq olar. Əgər bizdə qiymət bir dənə yuxarı biraz vurarsa, super bir əməliyyat açmaq olar, qəşəng bir əməliyyat açmaq olar. Burada dostlar 100 dollarlıq əməliyyat mən yenə də istəyirəm. Birinci əməliyyatı bir dənə riskə atım. Çünki bu dəqiqə yenə də dəymədən birdən aşağı qiymət gedə bilər və mən bu gül kimi situasiyanı, necə deyirlər, gül kimi situasiyanı qaçırmış olaram dostlar. Deməli belə. Hal-hazırda gözləyək, 2 dəqiqəmiz var. Görək 2 dəqiqədən sonra əməliyyat necə bağlanacaq. Çox gözəl bir situasiyadır. Tendensiya aşağı gedir və aşağı əməliyyat açmışıq. Əgər biz sualınıza cavab verə biliriksə, deməli biz burada düzgün etmişik. Birdən qırılma olarsa nə olacaq dostlar? Qırılma olarsa heç nə olmayacaq. Qorxulu heç bir şey yoxdur. Çünki bura bazardır. Deməli belə. Olan şeylərdir. Burada minus olanda minusumuz bizim buradan olacaq. Bir dəqiqə. Baxın, minus bizdə olsa, bizim sığorta əməliyyatımız buradan olacaq dostlar. Deməli, qiymət vurub qalxacaq bura və soldakı situasiyaya əsasən biz buradan bir dənə də əməliyyatı aşağı açacağıq. Yəni bu bazarda başqa cür olmur. Yəni burada belə olmaq lazımdır. 100%lik də bütün əməliyyatlarınız plus olacaq deyə bir şey yoxdur uşaqlar. Elə bir şey olmur. Burada əsas minuslardan düzgün şəkildə qorunmaq lazımdır. Minuslardan düzgün şəkildə qorunmaq
vurmaq lazımdır. Görürük ki, soldakı situasiyalardan fərqli olaraq burada biraz flat gedir. Görürük ki, burada vəziyyət biraz dəyişir. Məncə hal-hazırda ola bilər ki, məsəl üçün buradan partlasın, bura. Partlasa lap əla olacaq. Onda mən 1 dəqiqəliklə bir dənə korreksiyanı tutacağam və tez bazar götürəcəm həmən mənim minusumu, dostlar. Golddur. Gold biraz çətindir, həqiqətən. Binary optionsda goldda trade eləmək çətindir. Gözləyirik bir dənə bura vurmağını uşaqlar. 15 saniyəlikdə bir dənə baxaq, çünki 1 dəqiqəlik əməliyyat açacağam. Bu əməliyyatımız bizim heç nə minusla bağlanır. Qırılma oldu, özünüz gördüyünüz kimi. Yəni bizim trend xəttimiz birinci əməliyyatımızı bizə verdi. İkinci əməliyyatımızda isə qırmaq istədi. Bir dənə obnovleniya eləyək, yeniləyək səhifəni. Nəsə internet mi getdi, nətər oldu? Səhifəni yeniləyirik uşaqlar. Görürük ki, maksimum bir pika gəlib və buradan mən nə edərdim? Mən hətta $400 əməliyyat açardım. Tam aşağı, çünki burada gəldi biraz. Bizdə paneli qırdı. Məncə bir korreksiya olmalıdır. Düzdür, bizdə burada maksimum var və ona görə də mən qorxmuram dostlar burada əməliyyat açmağı. Çünki məndə maksimum var burada və bu maksimuma dəysə, əgər bizdə olur elə bir şey dostlar, başın götürüb gedir. Yəni belə bir şey sizin qarşınıza çıxacaq. Görürsüz ki, şam başın götürüb gedir. Elə hallarda biz maksimumu tuturuq və maksimuma çatdıqda birbaşa korreksiyaya giririk. Burada 1 dəqiqəlik mən niyə girmişəm dostlar? Çünki 2 dəqiqəlik 3 dəqiqəlik burada biraz çox ola bilər. Çünki korreksiyanı verib yenidən yuxarı gedə bilər. Bizə lazımdır ki, şam getdiyi müddətdə sol tərəfdə olan təpəyə dəyib korreksiya verdiyini tutaq. Korreksiya verəndən sonra o qayıdıb təzədən gedə bilər. Bizə onun getməyə maraqlı deyil. Biz korreksiyanı tuturuq və tərtəmiz plus əldə edirik. Görürsünüzmü? Qiymət gəldi bayaqki yerə. Görürsünüzmü? Necə bir mükəmməl bir plus əldə elədik və belə bir W hərfi burada alındı. Buradan isə mən dostlar istəyirəm $100 yuxarı 2 dəqiqəlik əməliyyat açam. Amma dostlar hələ ki təhlükəlidir. Deməli burada biz baxa bilərik minimumlar. Bir dəqiqə götürək buradan minimum, buradan bir dənə minimum götürək. Görürük ki dostlar burada belə bir fitil var. Bizdə belə bir fitil olduğuna görə həmən bu şam bu sahəyə gələn kimi oradan yuxarı əməliyyat aça bilərəm mən 2 dəqiqəlik. Çünki fitil, sol tərəfdəki fitil bizdə ən azından az da olsa reaksiya verməlidir və korreksiya vurub yuxarı qaldırmalıdır və bizdə burada W hərfi olduğu üçün düşünürəm ki, qiymət yuxarı getməlidir burada. Ona görə də hələ ki əməliyyat açmaq olmaz. Tam olaraq bu sahəni gözləmək lazımdır. Soldakı iynəni gözləmək lazımdır. Həmən iynəyə, burada da iynə var, görürsünüzmü? Burada da iynə var. Həmən o iynələrə çatandan sonra açmaq olar. Nəyə görə əminliklə aça bilərik? Çünki bizdə aşağıda sığorta əməliyyat açmaq üçün kifayət qədər zonalarımız var dostlar. Zonalarımız var. Hal-hazırda biz golddayıq. Gəlin belə eləyək. Gəlin bura bir dənə zınqrov qoyaq. Bir dənə zınqrov qoyduq. Əgər qiymət ora gələrsə, gold bizə xəbər verəcək ki, qiymət falan yerə gəldi. Asiya Composite indeksə baxaq. Sevmədiyim bir valutadır. Sonra Commodity Composite indeksdə görək necədir vəziyyət. Burada da baş götürüb gedib heç bir şey aydın deyil. Bitcoin hal-hazırda görürük ki, yuxarı bir trend var. Burada da əməliyyat açmaq olmaz. Yəni uşaqlar, sualıma cavab yoxdursa, mən orada əməliyyat açmayacağam. Burada 2 dəqiqəlik mən aşağı əməliyyat açacağam. Çünki biz görürük ki, gözəl bir aşağı tendensiyamız var. Burada belə bir nakapleniya, yəni yığılma var və gözəl bir korreksiyadan sonra yenidən aşağı davamiyyat gözləyirəm. Biz bunu 5 dəqiqəlik şamlarda da baxa bilərik təsdiq üçün. Bəli, təsdiq üçün baxanda görürük ki, 5 dəqiqəlik şamlarda dostlar belə bir görürsünüzmü düşüşlər olub və burada da hal-hazırda belə bir qırmızı şamın aşağı tərəf yönlənəcəyini gözləyirəm və balaca time frame-də bu daha gözəl görünür. Görürsünüzmü? Belə bir tendensiya var aşağı və həmən tendensiyaya uyğun 2 dəqiqəlik əməliyyat açılıb və dostlar biz buradan plus gözləyirik. Burada yuxarı əməliyyat hardan açmaq olar? Əgər qiymətimiz gələrsə bura, ancaq dostlar short pozisiyada, yəni trendin aşağı getməsində trend traderin dostudur. Siz trendə əks əməliyyat açdıqda böyük riskə girmiş olursunuz və buradan biz əməliyyatı yuxarı açsaq, bizim sığorta əməliyyat açmaq üçün yerimiz olmayacaq. Ona görə belə yerlərdə çalışırıq, ümumiyyətlə əməliyyat açmırıq. Biz elə yerdə əməliyyat açırıq ki, məsəl üçün buradan aşağı düşür. Görürük ki, birdən yuxarı qalxsaydı, bizdə burada pik var, yəni piklərimiz var və piklərdən aşağı əməliyyat aça bilərdik. Buradan isə dostlar yuxarı əməliyyat mən necə açaram? Məsəl üçün 1 dəqiqə, 2 dəqiqəlik əməliyyat, sadəcə elə belə videoya düşsün deyə görək necə olacaq. Bu riskli əməliyyat sayılır uşaqlar. Buradan 2 dəqiqə $10 yuxarı açıram. Çünki risklidir və $10 sadəcə riskə atıram. Buradan korreksiya yuxarı olmalıdır əslində.
Ancaq dostlar, trendin aşağı olduğu üçün böyük time frame-də belə bir xırdalıqlar heç gözə görünməyə bilər və şam sadəcə götürüb bütün bu trendi aşağı apara bilər və sizin bu korreksiyanız heç bir işə yaramaz. Yuxarıdakı əməliyyatımız plusla bağlanır. Aşağıda sadəcə 10 dollarlıq əməliyyat açmışıq. Risk üçün bildiyiniz riskdir bu. Çünki dostlar görürsünüzmü? Buranı qırıb getmək çox asandır və ola bilsin ki, bu sahə işə yaramasın. Burada ona görə az məbləğdə əməliyyat açırıq. Stabil məbləğdə əməliyyat açmırıq. Çünki burada bizdə sığorta yeri yoxdur. Yəni sığorta yeri olmadığı üçün dostlar, biz burada böyük əməliyyat açmırıq. Görək, 1 dəqiqəmiz qalıb əməliyyat yekunlaşsın, görək əməliyyatın sonu necə olacaq dostlar. Böyük time frame-də görürük ki, uşaqlar, böyük time frame-də bizdə burada heç gecə alınası bir situasiya deyil. Ona görə uşaqlar deyirəm ki, analiz eləyəndə böyük time frame-də də baxın. Ona görə mən 10 dollar əməliyyat açdım ki, birdən də indi korreksiya olarsa götürək, olmazsa ziyana da getməyək. Yəni всего 10 dollar minus olacaq, o da ki boş şeydir. Deməli belə. Görürsünüzmü? Dediyim də oldu, qırdı getdi dostlar. Yəni bu bazarı mən gələcəyə görən adam deyiləm. Mən sadəcə bazarda o qədər olmuşam ki, uşaqlar, artıq saçımı tökmüşəm burada və görürəm buradakı situasiyaları, nə var, nə yox, necə ola bilər, təxmin eləmək olur. Təxmin eləyəndə də sizin uğurlu əməliyyatlarınızın sayı çoxalır. Deməli dostlar, bu əməliyyatımız bizim minusla bağlanır və bu günlük mən trade